Xəbərçinin əsas prioriteti dünən Prezident İlham Əliyevin Ermənistanla təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında imzaladığı sərəncamla bağlıdır. Dövlət başçımızın imzaladığı sərəncamda məqsəd ondan ibarətdir ki, təmas xəttinə bitişik ərazilərdə təhlükəsizlik tədbirlərini gücləndirmək, hərbi sirr olan məlumatların kütləvi informasiya vasitələrində və internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə yayımlanmasının qarşısı alınmalıdır. Hatırlayırsınızsa, avqustun ortalarında cəbhə xəttində yaranan gərginlik zamanı bir sıra kütləvi informasiya vasitələrində, habelə sosial şəbəkələrdə dövlət sirri olan məlumatlar aktiv yayılmışdı. Xəbərçi olaraq məhz bu məsələni bugündən yenidən diqqətdə saxlamağa çalışacaq. Müxbirimiz Ləman Ələşrəf qızının millət vəkili Zahid Orucla müsahibəsini təqdim edirəm. Nes kanalı da elə həmin Ağdam cəbhəsi və elə ondan əvvəlki dövrlərdə də informasiyanın çox mühüm resurs deyil, həm də mühüm silah olduğunu ortaya qoyurdu və dünyada bu belədir ki, coğrafi ərazilərin qorunmasının daha çox informasiya məkanı qorunur. Media kapitanlığı nə qədər yaxşıdır və gözəldirsə, informasiya generallığı, düşmənlə savaşda bu insanların yönləndirici, psixoloji və digər xarakterli savaşın aparılmasındakı rolu vacibdir. Etiraf eləməliyəm ki, çox çətin bir sahədir. Tənzimlənməsi çox mürəkkəbdir, çünki internet resursları Kanadada əyləşib, Almaniyada qeydiyyatdan keçib, Azərbaycanda bir elektron casus işində, təxribatlarda, dezinformasiyalarda rol oynamaq mümkün. Amma mənbəyini müəyyənləşdirib ən azı onu deşifrə eləmək olar, tirajlamamaq olar.